Değerli vətənlərim, yazarsan qadası yazarsan. İkinci bir vacib məlumat çatdırıram sizə. İkinci bir vacib məlumat çatdırıram. Bizim xalqımız üçün də önəmli vacibdir. Dostlar, qardaşlar, artıq bir sıra dünya mediasına çıxıbdır, bir sıra mətbuata çıxıb. Hətta bir ay bundan qabaq mən İran mediasından göstərdim ki, oktyabr ayının ortalarına dək İsrail-İran müharibəsinin ikinci mərhələsi başlayacaq. Artıq bununla bağlı Azərbaycanda da yüksək səviyyəli hazırlıq gedir. Sabahdan etibarən ordumuz, güc nazirlikləri gücləndirilmiş iş rejiminə keçirlər sabahdan etibarən. Və İran mətbuatında keçən və də göstərdim, İlham Əliyev Suriyadan, Əfqanistandan, İraqdan 40 minə qədər döyüşçü gətiribdi. Əfqanistan, Suriya, Pakistan döyüşçülərini gətiribdi. Onlar Qarabağda, bir hissəsi Qarabağda müharibədə iştirak ediblər. Onların türk dilini yaxşı bilirlər və döyüş vaxtı üzləri bağlı olub, maskada olublar onlar. Bizim ordumuzun əskərləri onları türk əskəri kimi tanıyırdı. Azərbaycan tərəfi əvvəl bunu inkar etsə də, bir neçə gün öncə İlham Əliyev etiraf edib ki, 44 günlük müharibədə ordumuzla birlikdə Suriyalılar da döyüşübdü. Və həmin Suriyalı əskərlərdən Ermənistana əsir düşənləri İlham Əliyev bir neçə gün qabaq azad olunmasına, Azərbaycana təhvil verilməsini Ermənistandan, Paşinyandan xahiş edib və erməni mətbuatı bunu işıqlandırıbdır. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, 40 min döyüşçü ki gəlibdir Azərbaycana deyilir. Əfqanlı, Suriyalı, Pakistanlı döyüşçülərdir. Və o döyüşçülər əsasən Erdoğanın əmrinlə, iştirakınla, nəzarətinlə onlar Qarabağ döyüşünə gəlmişdi onların bir hissəsi. Çox güman ki, Amerikada Erdoğanı da razı saldılar. Çox güman ki, yox, əlimizdə dəqiq faktlar, məlumatlar var ki, İsrail üçün Erdoğanı razı saldılar. İrana qarşı savaşda yalandan ancaq danışa bilər. Çox güman ki, hava məkanını aça da bilər. Azərbaycan üzərindən 40 min xüsusi hazırlıqlı ordunu İrana qarşı istifadə edə bilərlər. Və dəyərli vətəndaşlar, bildiyiniz kimi bu yaxınlarda 2 Əfqan cavan oğlan tutuldu sərhəddi keçəndə. Bəli, biz öyrəndik ki, həmən o 40 min gələn döyüşçülərin içindən olan Əfqanlardır. Onlar gəliblər muzlu döyüşçü kimi, amma döyüşmək istəmirlər bəziləri. Qaçırlar, Türkiyə sığınmaq istəyirlər və başqa Avropaya harasa getmək, sığınmaq istəyirlər. Döyüşmək istəməyənlər də var içində. Sadəcə Əfqanistandan çıxmaq lazımdır. Bu addan Əfqanistandan çıxıblar. Dəyərli vətənlərim, bu həmin döyüşçülər meşələrdə yerləşdiriliblər. Qarabağda xüsusilə ferma tipli yataqxanalarda yerləşdiriliblər. Dəyərli soydaşlarım, bu müharibə çox həlledici olacaq. Çünki hər kəs öz mövqeyini bəlli etməlidir. Rusiya, Çin artıq öz mövqeyini bəlli edibdir, onlar İranı dəstəkləyirlər. Və İrana hücum olacağını da İran, Rusiya, elə Çin mətbuatı açıqlayır. Bəyək də göstərdim mən sizə. Hətta mən yenə deyirəm, bir aya qədər bundan qabaq İran mətbuatından blogerlər çıxış elədi ki, 40 min Azərbaycana döyüşçü gəlir və Pakistan, Əfqan və Suriya döyüşçüləri və İrana qarşı xəbərdarlıq elədilər ki, İrana qarşı istifadə edilməsin İlham Əliyevə. Yadınızda da burada göstərdim o. O video kimdədirsə təkrar mənə atsın, mən yenə onu göstərim efirdə.
Bu çox ciddi məqamdır. Eləcə də İranın dini lideri yenicə göstəriş verdi. Ayətullah Xameneyi göstəriş verdi ki, öz xalqına elan etdi ki, çox həlledici döyüşə hazır olun. Burada ciddi məqam budur ki, Azərbaycan İsrail tərəfindən çıxış edəcək. İsrailə bu dəfə açıq dəstək verəcək. Əgər İsrail bu mərhələdə də İrana uduzarsa, o zaman İran birinci Azərbaycanı vuracaq. İlk hədəfdə də neft buruqları olacaq. Və mən elə hesab edirəm, döyüş gedişatında da İran Azərbaycanın neft buruqlarını vura bilər. Belə də götürəndə artıq Azərbaycana neft hasilatı dəfələrlə qaz və neft hasilatı azalıbdır. Buruqları vursa nə idi, vurmasaydı nə idi? Böyük güclərin bu marağında deyil. Böyük gücləri maraqlandırmır. Vuracaqlar mı? Amerikaya lap yaxşı. Amerikadan alacaqlar nefti, qazı. Bəli. Görmürsünüz Erdoğana nə imzalatdı? Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, müharibə qapının ağzındadır. Haradasa ayın 15-inə, oktyabrın 15-inə kimi müharibə başlayacaq. Biraz gecişə də bilər, amma biraz tez də ola bilər, başlayacaq. Artıq məxfi materiallardan da bu sezilir. Həm biz kəşfiyyatçılarla əlaqəli medialara baxıb, oradan götürürük materialı. Həm də özümüzün də kəşfiyyat əlaqələrimiz var, dəyərli vətənlərim. Yəni, bu müharibə yaxındadır, bu Amerikada da, Erdoğan da razı saldılar, dəyərli vətənlərim. Və mən deyərdim ki, bu deyəcəz qabil bəs nədir? Pərdənin arxasını mən belə düşünürəm. İranın dini lideri də o tərəfin adamıdır. Putin də o tərəfin adamıdır. Hamısı o tərəfin adamıdır. Məqsəd imperiyalar parçalanmalıdır. Vəssalam. Amma ki o yüngülvari parçalanmır da, yeni dünya düzəni gələcək. İnsan sayı azalmalıdır. Texnikalar var, o 2-ci Dünya müharibəsindən istifadə olunur. Bütün dünyanın neftinin qiymətindən də çox. Bax, hal-hazırda dünyanın nə qədər yerin altında neft var, ha. Bəlkə də onun qiymətindən də çox əllərdə olan texnikalar var, ha. 1000 illərdir, 100 illərdir texnikalar var, ha. Onlar spisat olunmalıdır. Ən böyük pul odur, dünya gücləri nə bağlı şirkətlər də olar. Yeni robot texnologiyaları çıxır. Yeni yapay zəka çıxır. Gedib buraxırsan özü tapır, neynir, nağarır. 1 milyon dron qalxır göyə, 2 dron eyni hədəfə ateş açanmaz. Hamısı yapay zəka ilə. Yəni, belə silahlar çıxırsa, bu köhnə silahlar metallom olub əldə qalacaq. Bəli, elə bir ki, köhnə yemək var da, evdə yemək var. Onu yiyən olmazsa, təzə yemək üstünə gəlsə, onu atacaqsınız. Ya hansısa bir əşyanı. Elə deyilmi? Ona görə o əldə qalmasın olar. Amma, dəyərli vətənlərim, amma müharibə çox sarsıdıcı olacaq. Budur bax, ala baxın. Dostlar, qardaşlar. Gəlin baxaq. Hürmet Departamentinin keçmiş işçisi Alan Eyl şok bir məlumatla paylaşıb. O qeyd edib ki, yaxın vaxtlarda İsrail İrana qarşı növbəti hərbi əməliyyatla yadda qalacaq və bu hərbi əməliyyat hətta Quru qoşunlarının əməliyyatı belə ola bilər. Birləşmiş Millətlər Təşkilatında İrana qarşı təkrar sanksiyaların tətbiqindən sonra İsrail Hayom nəşri də təxminən eyni açıqlamayla, eyni məqalədə dedi ki, İsrail məhz bunu gözləyirdi. İrana sanksiyaların tətbiqi artıq rəsmi Tel-Əvivin əl qolunu açan məqamlarından biridir. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump da dəfələrlə bildirir ki, İranın nüvə proqramının məhv edilməsi onun üçün öncül məsələdir və prioritetlərdən biridir. Eyni zamanda başqa bir məqamda vurğulamaq olar ki, Amerika Birləşmiş Ştatları hal-hazırda bütün ərəb dövlətləri ilə
əlaqələri normallaşdırmaq və bu baxımdan Qətərin təhlükəsizliyinə zamin durmaq, digər tərəfdən isə İranın bu məsələdə təklənməsinə nail olmaq istəyir. Ona görə də İrana növbət dəfə hərbi müdaxilə olduqca gözlərini aktiv olacaq. Bu arada bildiğiniz kimi değerli həmvətənlərim, bildiğiniz kimi Netanyahu Qətər rəhbərindən üzr istədi. Elə belə üzr istəmədi. Birisi o ərəb ölkələri hər zaman İsraili dəstəkləyirlər İrana qarşı. Və bu savaş qabağı üzr istəmək lazım idi. Yadınızdadırmı? Savaş qabağı İlham Əliyevdən də Netanyahu nətəri danışdı. Qardaşım, dostum. Yadınızdadırmı? Ona görə ərəb Körfəz ölkələrinin dəstəyini almalıdır Netanyahu. Hər neysə dostlar, qardaşlar, dəyərli həmvətənlərim, gördünüz bu qədər xəbərlər çatdırdım. Dostlar, qardaşlar, burada da görürsünüzmü? 7-8 ay idi həbsdən çıxmışdı. Bax, 7-8 ay idi həbsdən çıxmışdı. Yadınızdadır, Mehriban Əliyeva tutturmuşdu. QHT rəhbərlərini, bu da QHT rəhbəridir. Və dəyərli həmvətənlərim, gördünüz ki, Mehriban Əliyeva tutturmuşdu Rasim Məmmədovu. Və 7-8 ay idi türmədən çıxmışdı. Təkrar bütün QHT rəhbərlərinə cinayətçi qaldırılıbdı həbsə. Niyə? Bəylərin adamıdır. Bəylərin əl qolunu bağlayırlar. Qızları da bəylərin qohumları və bəylərin axranaları eyni zamanda qohumlarında ərdə idi, ərdə qızları da. Özü də bəylərin hansı qohumunu biləm, bacısını qardaşı oğluna, yoxsa nəyinəsə demişdi. Bizdə mən danışdığımda o maşın keçəndə bəylərin maşının qabağına özünü atıbdı, belə bacısını atıbdı. Bəylə dedi, bununla maraqlan. Vanisiya yanına gedib gəlmiş bəylərin o qohumu. O xəstəxananın elə otağındaca sevişirlər və sonra evlənməyə qədər bu davam eləyir. Və bu bilirsin nə? Arada təzdən cinayətçi qaldırdılar, təzdən basırlar içəri. Ay kişi. Ay kişi. Ay qardaş. İlham Əliyev gedir. İlham Əliyev də izləməlidir. Putin izləməlidir. Hətta İlham Əliyevin yanında olanlar var ha. Bəylər Əyyubov, digərləri. Hamısı öz izləməlidir. Və salam. Və Nəcməddin Sadıqov təhdid hadisələrində ona çatası adamlar var, arada olan cinayətini ortaya çıxar. Hamısı təmizlənməlidir. Xanlar Vəliyev, Nəcməddinlər, Xanlar Vəliyevlər, bax deyirəm ha. Demədi deməyin ha. Ramizlər, Ramil Usubovlar, Fuad Ələsgərovlar, bəli, Xanlar Vəliyevlər, çoxları hələ öz izləməlidir. Vəssalam. Biri infarktda, biri nəm qocalacaq, birini çıxardacaqlar Rövnək kimi, sonra kletkada saxlayacaqlar Rövnək Abdullayev kimi. Hərəni bir cürə. Hərəni bir cürə. Bəli. Xəbəriniz var mı? Bəlkə də nə qədər adam və yaxud nə qədər adam ilə dərman veriblər, heç danışa bilmir. Beyin funksiyasını itirib. Xəbəriniz var mı? Yavaş-yavaş ortaya çıxacaq. Narahat olmayın. Dəyərləmətən. Ailənin sirrini bilən, klanların sirrini bilən təmizlənir ki, yeni hökumətin əlinə keçməsin. Bax dedim mən.